Salam, hər vaxtınız xeyir, necəsiz? Hamını salamlayıram, hamıya xoş gün, can sağlığı. İşlərində uğurlar arzu edirəm. Bugün qısa bir məsələ haqqında danışmalıyam. Azərbaycan Respublikasının büdcəsini doldurmaq üçün cərimələrdən çox istifadə olunur. Bu da haqlı narahatçılıqlara səbəb olur. Düzdür, cərimə lazım tətbiq eləmək, çünki həqiqi hər hansı bir qanun pozuntusu olanda onu cərimələmək, hətta mən deyərdim ki, həbs eləmək lazımdır. Amma elə şeylər var ki, burada müəyyən qədər güzəştləri getmək olar. Yəni, çox dərinə getmək lazım deyil. Məsələn, maşın gəlir bir yerdə dayanır, həmin dəqiqə avtomatik yazır. Heç orada nə nişan var, nə saxla, gözdə nişanı var, heç bir şey yoxdur. Yəni, Bakı şəhərinin hər yerində kameralar qoyulub. Kameralar qoyulan yerlərdə də gərək nişanlar qoyaq ki, burada dayanmaq, gözləmək qadağandır. İkinci, yol xəttləri, avtobus xəttləri çəkilib. Avtobus marşrutlarının xəttinə keçəndə 100 manat cərimədir. Normal ölkələrdə, yəni inkişaf eləmiş ölkələrdə burada çəpərlənmə var. Çəpərlənmə odur ki, yəni həmin yerdən çəpər çəkilir. 2 həyət avtobusa qoyulur, yəni yol genişləndirilir, yəni artırılır yuxarıya, aşağı, sola, sağa, fərq yoxdur. Və həmin yerə nə avtobus, yəni mülki maşınların gedən yoluna girə bilir, nə də maşınlar, yəni mülki maşınlar avtobusla yerə girə bilir. Yəni burada çəpər var. Bu günlər o xətti qoyublar, nazik xətti bir dənə, yerdən bir dənə, eni təqribən bir 15-10 santı. Həmin o xətti mümkün deyil də, yəni insan, yəni övladı nə qədər özünü saxlasa da, biliyorsan çaşır olur, insan biliyorsan sağa sola. Həmçinin avtobuslar çıxırlar oradan yola və bu cərimələrin yazılmasına səbəb olur. Üçüncü, avtomatik texas motor və texniki baxış və sığortadır. Yəni, vaxtı gəldi çatdı, texniki baxış və sığorta. Sığortanı yazılar icbari yox, məcburidir. İcbari sözü ümumiyyətlə bizdə ləğv olunmalıdır, məcburi sözü ona əvəz eləməlidir. İcbari sözü, yəni icbari o deməkdir ki, olsa da olar, olmasa da, amma bizdə icbari yox, məcburi. Yəni məcburi sığortadır. Yəni olmasa, yəni verilməsə sığorta, hər dəfə hardasa radar olan yerdən, yəni kamera olan yerə keçəndə 50 manat cərimə yazır. Həmçinin texniki baxışa. İndi texniki baxışı götürəndə beləsinədir. Yəni ildə bir dəfə texnik başından keçməlidir maşınlar. Bu da pul tələsidir, hamı bilir bunu. Yəni burada yəni gizlətməli bir şey yoxdur. Azərbaycan xalqı bilir ki, yəni gedir texniki baxışa, orada heç maşına nə baxan var, nə soruşan var. Gəldi salam əleykum, 150 manatı ver get. Yaxşı, bu niyə lazımdır, nə üçündür? Ümumiyyətlə bu nədən ötürüdür? Mənim başım çıxmır. Yəni orada belə deyim, hər gün işləyirlər, hətta bazar günü də işləyirlər, səhərdən axşamazdan, gecədən səhərə kimi. Yəni, kim haçan getdi, fərqi yoxdur. Orada adam var, gedirsən, haqq hesabı verginən, baxış valı keçirən. Belə, nə bilim, belə nədir mənim başım çıxmır? Yəni, maşına əgər texniki baxış baxdım, tutaq ki, keçdi baxışdan. Çıxandan sonra nəsə bir xarab oldu, nəsə. Dünya standartlarında, dünya dövlətlərində normal vəziyyətdə texniki baxış yox, vergi var. Vergi nədir? Yəni, hər maşına mühərrikinə görə və istifadə elədiyi yanacağın növünə görə, havanın çiçəyinə görə vergi verir. Yəni, vergi ildə bir dəfə mütləq olmalıdır. Mən deyərdim ki, texniki baxışı yəni, dövlət səviyyəsində vergiyə çevirmək lazımdır. Bu daha münasib olar, çünki vergi belə deyil, birbaşa büdcəyə gedir. Yəni, ildə bir dəfə hər bir vətəndaş, yəni maşını olan, müəyyən qədər, tutaq ki, 100 manat, 150 manat, 200 manat açılı maşının növündən, markasından, ilindən və s. Yəni, dövlətə vergi ödəsin. Bu daha səmərəlidir. Sığorta da, sığorta olunan maşın, əgər il ərzində heç bir sığortadan istifadə eləməyib, normal sürübsə, artıq ona 50% sığortada güzəşt olmalıdır. Yəni, eləyirlər, sağ olsunlar indi bu günləri, amma orada da müəyyən qədər çatışmamazlıqlar var. Belə ki, hər hansı bir qəza baş verəndə sığorta görürsən, həmin maşının düzəlməsinə müəyyən vaxt, tutaq ki, 1 ay, 15 gün, 2 ay vaxt gedir.
Halbuki onu bir gün içində həll eləyə bilər. Yəni gəldi, baxdı, hesabladı, vurdu, pulu köçürtdü, verdi və həmin adam da getdi, maşınını təmir elətdirdi, getdi. Yəni bunu həftələrlə saxlamağın mənası nədir? Mənim başım sıxmır. Yəni burada saçmamazlıq var. Bundan başqa vətəndaşlar bu günləri yəni zibil yəni belə deyək də tullantıları yaratmaq, yəni siqaret kötüylərini və s. Onu çox yaxşı eləyiblər ki, bəli, bu günləri şəhər təmizdir, artıq hamı görür, baxır. Şəhər xeyli təmizlənib. Təsəvvür edin ki, məsələn 5 il, 3 il bundan qabağa baxanda bu günləri şəhərdə artıq yerlərdə zibil görmək olmur. Amma burada da bir dənə məsələ var ki, zibil qablarının çox olması vacibdir ki, yəni insanlar həmin zibil qablardan istifadə eləsin. Elə yer var ki, bir saat gəzirsən, bir zibil qabı tapmırsan ki, zibil atasan. Dükanlar var məsələn. Rədlə gedirsən, dükanların qabağında yoxdur. Çöldə yox, heç harda yox. Yəni bunu nəzərə almaq lazımdır. Yəni insanlar bundan istifadə eləsinlər. Bir də ki, yol hərəkət qaydalarını xüsusi fikir vermək lazımdır. Əsaslı vətəndaşlara. Düzdür, sürücülər daha dəqiqdirlər, çünki sürücülər məcburdurlar bunu eləməyə. Amma vətəndaş çox vaxtı qanun olmayan yerdən yol hərəkətini keçir. Amma burada da şərtlər var. Tutaq ki, elə yer var ki, orada keçid yoxdur. Və yaxud piyada keçid qoyublar, amma sürətli yoldur. Mən deyərdim ki, sürətli yolda, tutaq ki, orada artıq 60-dan yuxarı, tutaq ki, 80, 90, 100 yolda piyada keçidi yol üstü yox. Yəni, belə deyək, hündürdən mərtəbəli yəni keçid olmalıdır. Ya yeraltı keçid olmalıdır, ya körpülü keçid olmalıdır. Yəni, yerin üstündə xəttlərlə olan keçid olmağı çox təhlükələr törədir. İnşallah gələcəkdə bu sahədə, yəni təhlükəsiz sahədə əsas məsələləri həll etmək üçün bir çox tədbirlər görülməsi mən deyərdim vacibdir. İlk növbədə insanların təhlükəsiz, sağlam və xoşbəxt yaşaması vacib məsələlərdən biridir. Çox sağ olun, təşəkkür edirəm.